Salam, bugünkü dərsimiz fizikadan sertifikasiyaya düşmüş test tapşırıqlarından 10-cu tapşırığın geniş izahıdır. Kütləsi 10 kiloqram olan cisim 100 Newton qüvvənin təsiri ilə mail müstəvi üzrə hərəkət etdirilir. Cismin aldığı təcili hesablayın. Sürtünmə misalı var, C də var və bucaqların da qiyməti var. Birinci biz bilirik ki, bu F qüvvəmiz 100 Newtondur. Buradan biz cismin kütləsi 10 kiloqramdır. Onda biz buradan ağırlıq qüvvəsini çəkərik, mc. Və sonra bu ağırlıq qüvvəsinin toplananlara ayırmaq lazımdır. Məsələn, burada F yazarıq. Bura F perpendikulyar toplananı. Digərini isə işarə eləyək F paralellə paralel toplananı. Buradan da çəkirik bunu F paralel. Deməli, qüvvəni iki toplanana ayırırıq. İndi baxırıq burada. Bunu tamamlayırıq düz bucaqlı üç bucağa. Burada alfa bucağımız əmələ gəlir. F perpendikulyar düz bucaqlı üç bucaqdır bura. F perpendikulyar iki bucağa bitişik katetdir. MC'miz də hipotenuzdur. Onda biz yazarıq buradan F perpendikulyar bölünsün hipotenuz, yəni bitişik katet bölünsün hipotenuz bizə verir kosinus alfanı. Buradan F perpendikulyar bərabərdir mc kosinus alfa. Burada F perpendikulyardır. Paralel toplananımızı tapaq. Yenə buradan biz düz bucaqlı üç bucağa tamamlayırıq buranı. Bu bucağımız alfadırsa, burada yaranan bucağımız da alfadır. Qarşılıqlı çarpaz bucaqlardır. Onda iti bucağın düz bucaqlı üç bucaqda, bura düz bucaqdır. Düz bucaqlı üç bucaqda iti bucağın qarşısındakı katetin, yəni F paralelin hipotenuza nisbəti, yəni mc-yə nisbəti sinus alfaya bərabərdir. Buradan F paralel də bərabərdir mc sinus alfa. Bunları aydınlaşdırdıq. İndi bizdə dayağın reaksiya qüvvəsi var. O da F perpendikulyara, yəni ağırlıq qüvvəsinin perpendikulyar toplananla modulca bərabərdir. Bu da N reaksiyamız. Onda N reaksiyamız da mc kosinus alfaya bərabərdir. Bərabərdir. Buradan yazırıq N reaksiya qüvvəsi. Digər tərəfdən burada məsələnin şərtində sürtünmə misalı olduğundan hərəkətin əksi istiqamətdə yönələn sürtünmə qüvvəmiz də var. F sürtünmə. Qüvvələri təyin etdikdən sonra biz əvəzləyici qüvvəni tapa bilərik. Onda yazarıq F, baxırıq cismə. F təsir edən qüvvələr 100 Newton qüvvə yuxarı dartır, dartı qüvvəsidir. Sürtünmə qüvvəsi və ağırlıq qüvvəsinin paralel toplananı onu aşağı istiqamətdə dartır. Deməli, bu cismimiz bu üç qüvvənin təsiri hesabına təcil alır. Onda əvəzləyici qüvvəni tapmaqdan ötürü dartı qüvvəsindən, yəni hərəkət istiqamətində olan qüvvə daha böyükdür. Onda F dartıdan onu hərəkətin əksinə yönələn sürtünmə və paralel toplananların cəmini çıxmalıyıq. Buraya yazarıq F sürtünmə, üstə gəl F paralel. F əvəzləyici bərabərdir. F dartı 100 Newtondur. Çıxılsın. F sürtünmə yerinə yazarıq μN, üstə gəl F paralelin də yerinə tapdıq paralel toplananımızı mc sinus alfa. Yenə yazarıq F əvəzləyici bərabərdir. 100 çıxılsın. N də dayağın reaksiya qüvvəsidir. O da bildik ki, mc kosinus alfaya bərabərdir. Mc kosinus alfa plus mc sinus alfa. Verilənləri yerinə yazsaq, F əvəzləyicinin yerinə yazarıq buradan MA bərabərdir. 100 çıxılsın. Mühümüz 0,2, kütləmiz 10, 0,2, vur 10, vur C'də 10'dur. Kosinus alfada 0,8'dir, vur 0,8, plus yenə kütləmiz 10'dur, C'də 10'dur,
Sinus alfamızda 0.6. Vur 0.6. M'in də yerinə yenə buradan yazarıq 10. Təcili bilmirik. Bərabərdir. 100 çıxılsın. Mörtəzənin için hesablayaq. Bu eləyər 20. 20'ni də 0.8'ə vursaq eləyər 16. Üstə gəl. Bu da eləyər 60. Onlar 100 çıxılsın 76. Bu da eləyər 24. Onda buradan da A da bərabərdir 24 böl 10. Eləyər 2,4 metr böl saniyənin kvadratı. Bugünkü tapşırığımız bu qədər. Növbəti testlərin izahını sonraki videolarda izləyə bilərsiniz. Sağ olun.